Salam əziz izləyicilər, bugün sizə DİM-in coğrafiya 1-ci hissə test bankından saat quşaqları mövzusundan qəbula düşmə şansı yüksək olan bir sualın izahını verməyə çalışacağım. Sualın şərti belədir. A və B məntəqələri ekvator və Qrinviç meridianının kəsişdiyi nöqtədən eyni məsafədə yerləşir, lakin A məntəqəsi 225 dərəcəlik, B məntəqəsi 135 dərəcəlik azimutdadır. Bu məntəqələrə aid olan ümumi əlamətləri müəyyən edin. Şəkil üzərində baxaq. A və B, Qrinviç və ekvatorun kəsişdiyi nöqtə eyni məsafədədir. A məntəqəsi 225, B məntəqəsi 135 dərəcəyə azimutdadır. Şəkilə əsasən müəyyən bir çıxarışlar etmək olar. Məsələn, A və B məntəqələri eyni paralel üzərində yerləşir. Hər ikisi ekvatordan aşağıda yerləşdiyinə görə cənub yarımkürəsində yerləşir. Qrinviç meridianı A məntəqəsi solda yerləşdiyinə görə qərb yarımkürəsində, B məntəqəsi də Qrinviç meridianı sağ tərəfdə yerləşdiyinə görə şərq yarımkürəsində yerləşir. Cavablara baxaq. 1. Eyni paralel üzərində yerləşir. Bəli, A və B eyni paralel üzərindədir. 1 doğru. 2. Şarqlı dirəyin ən qısa kölgəsi yay gündönümü günündə müşahidə olunur. Hər iki məntəqə cənub yarımkürəsində yerləşdiyinə görə şərqi dirəyin kölgəsi yay gündönümü günündə yox, qış gündönümü günündə ən qısa kölgəyə malik olar. Bu yanlış. 3. Şimal tropikinə eyni məsafədə yerləşir. Hər hansı bir paraleldən məsafələr eyni olacaq. Çünki eyni paralel üzərində yerləşirlər. 3 də doğru. Yerli vaxtları eynidir. Fərqli meridianlar üzərində yerləşdiyinə görə bunların yerli vaxtları eyni ola bilməz. Yanlış. İl ərzində günorta vaxtı günəş şüalarının düşmə bucağı eynidir. Bəli, eyni paralel üzərində yerləşdiyinə görə düşmə bucaqları da eyni olacaq. 5 də doğru. 6. Qış gündönümü günü günorta vaxtı günəş şüaları ən kiçik bucaq altına düşür. Məntəqələr cənub yarımkürəsində yerləşdiyinə görə ən kiçik bucaq yay gündönümündə düşər, qış gündönümündə yox. Bu yanlış.